Salam əziz abituriyentlər. Toxnanın tənliyinə aid blok imtahanına düşə biləcək 3 vacib misal haqqında danışacağım. Biz bilirik ki, toxnanın tənliyində f'(x0) nədir? Toxnanın bucaq əmsalı. Toxnan özü də nədir? Bir düz xəttdir. Deməli, f'(x0) bərabərdir k-ya, yəni düz xəttin bucaq əmsalı. Və yaxud f'(x0) bərabərdir tangens alfaya. Biz bilirik ki, düz xəttin apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensi həmin düz xəttin bucaq əmsalına, yəni k-ya bərabərdir. Aydın oldu? Bax, ən çox düşə biləcək suallar bu qaydalara uyğun düşür. Bunları qeyd edin, sonra bu qaydalara uyğun misallar həll edin. Əgər siz görsəz ki, məsələdə düz xəttin bucaq əmsalından söhbət gedir, bu düsturdan istifadə edəcək. Məsələdə alfadan söhbət gedirsə, ikinci düsturdan istifadə edəcəksiniz. Baxaq indi. Birinci məsələ. Fx bərabər 3x kvadrat çıx 7x üstəgəl 8 funksiyasının qrafikinə hansı nöqtədə çəkilən toxunan apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Bucaqdan söhbət getdiyinə görə bildiniz ki, f'(x0) bərabər tangens alfa düsturundan istifadə olunacaq. Deməli, funksiyanın törəməsin 3x kvadrat çıx 7x plus 8 bərabər eləyirəm tangens 135 dərəcəyə. 3x kvadratın törəməsi 6x, 7x-in törəməsi 7, 8-in törəməsi eləyir 0. Bərabər tangens 135 dərəcə. Tangens 135 dərəcəni necə tapırdınız? Çevirmə düsturunun köməyi ilə tapırdınız. Ola bilər çevirmə düsturu yaddan çıxıb. Əslində ilin bu vaxtı çevirmə düsturunu abituriyent bilməlidir. 180 çıx 45 yazırıq. 135 nəvəzində 180-də ad dəyişmir. Düşür ikinci rübə. İkinci rübdə də nə olur? Mənfi olur. Mənfi tangens 45 dərəcə, yəni mənfi 1. Buradan alınır. 6x bərabərdir 6, x bərabərdir 1. Amma biz nöqtənin koordinatını tapmaq üçün onun y-ni də tapmalıyıq. Y-i tapmaq üçün həmin bu x0-ı, yəni x-i gətirib funksiyanın özündə yerinə qoyub y-i də tapırıq. Deməli, y bərabərdir x-in yerinə funksiyanın özündə 1 yazırıq. O da eləyir necə? 3 çıxılsın 7 mənfi 4, üstə də 8-dən də müsbət 4. Deməli, nöqtənin apsisi oldu 1, ordinatı oldu 4. Aydın oldu. Bəzən məsələlərdə soruşur ki, həmin nöqtənin apsisini tapın. Apsisini soruşsa ilə 1-i götürürsünüz. Nöqtənin özünü soruşsa, aparı funksiyanın özündə yerinə qoyub y-i də tapırsınız. Aydın oldu. İkinci məsələyə baxaq. Deməli, fx bərabər 2x kvadrat plus 5x çıx 3 funksiyasının qrafikinə hansı nöqtədə çəkilən toxunan y bərabərdir 13x çıx 2 düz xəttinə paralel olar. Əvvəl düşünək, 2 düz xətt nə vaxt paralel olurdu? Bucaq əmsalları, yəni k-lar bir-birinə bərabər olanda. Siz görürsünüz, burada nədən söhbət gedir? K-dan söhbət gedir. K neçədir? 13-dür. Deməli, hansı düsturdan istifadə olunacaq? Bayaq yazdığım düsturlarda. f'(x0) bərabərdir k-dan istifadə olunacaq. Mən də bu funksiyanın törəməsin 2x kvadrat plus 5x çıx 3 bərabərləyirəm k-ya. K neçədir? 13-dür. Düz xəttin tənliyi necə idi? Y bərabər kx plus b. K düz xəttin bucaq əmsalıdır. Törəməsi nə eləyir? 4x üstəgəl 5 bərabərdir 13. 4x bərabər 8, x bərabər 2. Tapdıq həmin nöqtənin apsisin 2. Amma bizə ordinat da lazımdır, y lazımdır. Bayaq nə dedim? X-i tapandan sonra aparı funksiyanın özündə x-in yerinə 2-ni qoyub y-i tapmaq olar. Gəlin indi y-i tapaq. 2-ni qoyuram yerinə. 2 vurulsun 2-nin kvadratı 5 vur 2 çıx 3. 8 üstəgəl 10, 18, 18-dən də 3 çıxanda 15. Deməli, nöqtənin koordinatı nə elədi? 2, 15. Aydın oldu. Sonra, toxnanın tənliyinə aid ən çox düşən suallardan biri də bu. Fx bərabər x kvadrat çıx 6x funksiyasının qrafikinə hansı nöqtədə çəkilən toxunan apsis oxuna paralel olar? Yadınızda qalsın. Apsis oxuna paralel olar. Belə bir cümlə görən kimi törəməni bərabər eləyəcəksiniz 0-a. İndi niyə 0-a bərabər eləyirsiniz? Baxın bura. Hər hansı bir funksiyadır, məsələn, y bərabər fx-in qrafiki verilib. Buna x0 nöqtəsində çəkilən toxunan apsis oxuna paralelsə, deməli apsis oxu ilə
Bu toxunan arasındakı bucaq 0 dərəcədir. Və tangens 0 dərəcədə də tangens 0 olur. Yəni ona görə apsisxona paraleldir deyəndə tangens 0 dərəcə olur və onu 0 götürürük. Deməli, öyrəndiniz ki, toxunan apsisxona paralelini törəməni 0-a bərabər eləyəcəksiniz. Biz də x kvadrat çıx 6x-in törəməsini bərabərdir 0-a. 2x çıx 6 bərabər 0. Buradan alınır x bərabər 3. Y-i də necə tapırdıq? Bayaqki misallarda aparıb funksiyanın özündə yerinə yazırdıq. 3-ün kvadratı çıxılsın 6 vur 3. 9-dan 18 çıxanda mənfi 9. X oldu 3, Y oldu necə? Mənfi 9. Aydın oldu. Bir də sizdən soruşa bilər nə? Ümumiyyətlə deyər ki, toxunanın tənliyin yazın. Toxunanın tənliyini də siz bilməlisiniz. Fx bərabərdir. Məsələn, x kvadrat üstəgəl 3x çıx 1. Bu funksiyanın qrafikinə x0 bərabərdir 2 nöqtəsində çəkilən toxunanın tənliyini yazın. Toxunanın tənliyini yazın. Bu da olsun 4-cü məsələmiz. Deməli, toxunanın tənliyin yazın deyəndə nə edəcəksiniz? Toxunanın tənliyi belədir. Siz bunu bu düstur əzbərləyəcəksiniz. Fx0 üstəgəl f'(x0) vurulsun x çıx x0. Bax, bu nədir? Bu, fx funksiyasının qrafikinə x0 nöqtəsində çəkilmiş toxunanın tənliyidir. İndi buradan görək bu fx0 nə deməkdir, f'(x0) nə deməkdir? Bu x onsuz da olduğu kimi qalacaq, x0'ı da gətirib yerinə yazacaq. Gəl bunu öyrənək. Əvvəl gəlin törəməni tapaq, bizə törəmə lazım olacaq. X kvadrat üstəgəl 3x çıx 1-in törəməsini tapaq. X kvadratın törəməsi nədir? 2x, 3x-in də törəməsi nədir? 3. Aydın oldu. Baxın bura. Fx0 nə deməkdir? Verilən nöqtəni funksiyanın özündə yerinə yazırıq. 2-nin kvadratı üstəgəl 3 vurulsun 2. Gəlin daha yaxşı yazaq bunu. Fx0 f2 deməkdir. 2-nin kvadratı üstəgəl 3 vur 2 çıx 1. Bunu hesabladıq oldu 10. Ondan da 1 çıxdıq 9. F'(x0 nə deməkdir? Həmin bu 2-ni törəmədə yerinə yazıb hesablayırıq. Yəni, f'(2'ni tapırıq. Törəməni tapmışıq. Orada x-in yerinə 2 qoydum, hesabladım. Bu da oldu necə? 7. Bildiniz fx0 nədir, f'(x0 nədir? Birində özündə yerinə qoysan, bir törəmədə yerinə qoysan. Sonra toxunanın tənliyini yazırsan. Y bərabər fx0'ı tapmışıq 9. f'(x0'ı tapmışıq 7. X çıxılsın, x0 da nədir? 2. Bunu da gəlin biraz sadələşdirək, səliqəyə salaq. 7-ni vurub mötərizəyə açıram. 9-la da mənfi 14'ü hesablayıram. 7x çıx 5. Toxunanın tənliyi nə oldu? Y bərabərdir 7x çıx 5. Baxdınız bu toxunanın tənliyinə diqqətlə. İndi bu toxunanın tənliyinə baxdınızsa, mən də sizə bir sual verim. Siz həmin toxunanın tənliyin özünüz həll edin. Görün necə öyrəndiniz. Fx bərabərdir x kvadrat üstəgəl 8x çıx 5. Funksiyasının qrafikinə x0 bərabərdir 3 nöqtəsində çəkilən toxunanın tənliyini yazın. Bunu da siz yazacaqsınız və rəylərdə, rəy bölməsində bu toxunanın tənliyini yazacaqsınız. Deməli, bizim sürət qruplarımızla dərslərimiz davam edir. Dərslər əyani və onlayn şəkildə keçirilir. Dərslərə qoşulmaq üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, hər birinizə uğurlar.